Vətəndaşlara qarşı qanun pozuntusu. Bu kommunal xidmətin regionlardakı rəhbərləri cərimələndi. Rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak eləmiş Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional Enerji Təchizatı və Satışı İdarələrinin rəisləri, habelə sözü gedən idarələrin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib. Report bu barədə Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Azərişıq Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.